Vahid, seninle ettiğimiz söhbətlərimizdə mən həm də həmişə bir ana xətti güdürdüm, öyrənim ki, hərəkət vaxtı varlığı təşkil edən ağ işıq, xaçı və boz zərrələrlə nə baş verir? Onlar nə cür hərəkət edir? Kainatı, cisimləri, aləmləri nə cür yaradır, qidalandırır? Nə cür hifz edirlər? Mübadilələr nə cür həyata keçirilir və s. Axı biz mühəndislər cisimlərin hal hərəkətini onların hərəkət dinamikası ilə başa düşməyə adət eləmişik. Sən də yeri düşdükcə söhbətlərimizdə bunlardan bir qismini aydınlaşdırmışdın. Buna görə sağ ol, təşəkkür edirəm. Amma yenə də çətinliklər çəkirdim. Bundan əvvəlki söhbətimizdə də nəhayət ki, sən böyük yaradana, ya böyük yaradan, cəm deyimləri işıq üstündə, zərrə üstündə dedin. Qardaşın fikrətə biraz çətindir. O iki anlam ona biraz çətindir deyə müraciət etdiyini mənə xəbər verdin. Böyük yaradan isə o zərrələri, zərrə hərəkətlərini varlıqda, cisimdə görmür bəşər. Zərrə işıqlarını görmür, məni görə bilmir deyə aydınlaşdırmışdı. Biz insanlar böyük yaradanın dediyi kimi olduğumuzdan zərrələr haqqında söhbətləri əlavə misallarla biraz da genişləndirərək aydınlaşdırmanı istərdim. Əvvəlcə belə bir sual. Metal nümunəni sınaq maşınında ox boyu qüvvə ilə dartdıqda həmin varlıq ilə nə baş verir? Zərrələr ilə nə baş verir? Varlıq varlıqlarla bir varlıqdır. Yəni onlar biri-birinə bağlılıqdadır. Bəs bu bağlılıq nədədir, necədir? Əvvəlcə sən dediyin məsələyə baxaq. Metal nümunəni mütənasiblik həddinə qədər dartdıqda hələlik ondakı zərrələr sinxron düzümdə, sabit hərəkətdə olurlar. Və bu həddə qədər kənar mühitdən, kənar varlıqlardan ağ işıq, xaçı və boz zərrələr üçlüyü axıb ona dolmur. Mütənasiblik həddini keçdikdən sonra elastiklik həddinə qədər nümunənin daxilindəki zərrələrinin əvvəlki kimi müqavimət gücü çatmadığından özlərindən ətrafa cızıltılı səslə siqnal yayırlar. Bu zaman ətrafdan ağ işıq, xaçı və boz zərrələr üçlüyünün müəyyən miqdarı birləşib birliyə gələrək nümunədəki zərrələrin ahəng axınının pozulmaması üçün ona köməyə gəlirlər və nümunənin uzanması onun axma həddinə qədər davam edir. Fikir ver ki, əgər köməyə gələn bu üçlüyün miqdarı dediyimiz müəyyən qədərdən çox olsa, nümunənin müqaviməti, buna da uyğun elastiklik həddi daha çox artar. Lakin bu zaman ətraf varlıqlarda, ətraf aləmdə vəhdət axını ardıcılığı pozula bilər. Yəni yaradanın, kainatın vəhdət axının ardıcılığı qanununa zidd olardı. Odur ki, köməyə gələn zərrələrin miqdarı öz həddini heç zaman aşmır. Onu da deyim ki, müxtəlif metalların, məsələn poladın, misin, qurğuşunun, sinkin və s. metalların hərəsinin xassələrinə uyğun da kənardan köməyə gələn zərrə üçlüyünün balans axını var. Yəqin ki, köməyə gələn zərrələrin axınının bu balansı müxtəlif metalların axıcılıq həddini müəyyən edir. Bəli. Bəs kövrək metallarda, məsələn çuğunda necə olur? Çuğunun tərkibinə daxil olan kənar, əlavə ünsürlər, qarışıqlar, məsələn karbon, quruluşunda qeyri-rəvanlıqlar yaratdığından ondakı zərrələr üçlüyünün rəvan axımını da pozurlar. Odur ki, çuğunun yük altında axıcılığı olmur və o elastikiyyət həddi çatanda dağılmaya məruz qalır. Elə metallar var ki, onların möhkəmlik həddi axıcılıq həddindən çox olur. Deməli, həmin metallarda yük altında axma vaxtı ona daxil olan zərrələr üçlüyünün miqdarı o qədər çox ola bilir ki, o möhkəmliyini bir qədər də artıra bilir və dartı qüvvəsinin müəyyən yuxarı qiymətindən sonra son dağılmaya məruz qalır. Aydınlaşdırmaların genişliyi üçün daha bir misala müraciət edək. Ağırlığı G olan cismi digər bir cismin üzərinə qoyub R qüvvəsi ilə sürüşdürək. Onda iki üz-üzü olan səthlər arasında F sürtünmə qüvvəsi əmələ gəlir. Bununla da həmin sürtünən səthlərdə ağ işıq zərrələri bir topluma gəlir. O zərrələr hərəkəti ilə də hər iki səthdə ağ zərrələr öndə olmaqla, sonra boz zərrələr və nəhayət xaçı zərrələr biri-birinə kömək edib bir topluma gəlir. Bu rənglər varlığın funksional rəngləridir. Ağ zərrələr təhlikdə düzülə bilməz, düzülmür.
İlkdən o böyük partlayışdan pay oldu. Hər bir varlığın ilkini təşkil etdi. Sürtünmədə ağ zərələr hesabına qızma olmur. Qızma ağla xaçı zərələrin bir toplumda olmağı hesabınadır. Xaçlıq ağlığı hifz edir. Ağla xaçını isə boz zərələr hifz edir. Üçü birlikdə varlıq yaranışında müəyyən nisbətlə qədərlidir. Sürtünmədə iki cismin varlığından zərələr biri-birinə axmır. İki cismin biri-birinə möhkəm dirənən çıxıntıları ətrafında zərələr bir topluma gəlir və sanki düyünlənir. Ətrafda olan zərələr öz adi axarındadır. Ancaq iki cismin biri-birinə sürtünməsi anında səthlər arasında ağ zərələr bir köməkçiyə çevrilirlər. Sürtünmədə hərəkət sürəti və sürtünmə qüvvəsi artdıqca iki kütle arasında olan ağ zərələr toplumu biri-birinin əksinə istiqamətdə hərəkətli olur. O andaca zərələrə köməkçi olan xaçı zərələr də ağ zərələri hifz etmək üçün fəaliyyətini artırır və bunun nəticəsində qızma, qızarma və nəhayət yanma baş verir. Ətraf mühitdə və sürtünən cisimlərdəki ağ zərələr biri-biri ilə bağlılıqdadır. Böyük sürətlə hərəkət edib birdən-birə tormozlanan qatar vaqonunun təkərləri və rels arasında və ya pardaq dairəsi ilə emal edilən maşın hissəsi arasında yaranan sürtünmə, qızma və yanma nəticəsində ayrılan qırıntılardan qığılcım formasında çıxan ağ sarımtıl işıq zolağı dediklərimizə misaldır, sübutdur.